Ölkədə pensiyalardan sonra bir sıra təqaüd və müavinətlərin də artırılması gözlənilir. Bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir. Bəs görəsən tələbələrin necə təqaüdləri artırılacaq? Bu məsələyə yenidən baxılması baş verə bilər. Yəni nəzərdə tutula bilər. Çünki bugün biz ümumi baxanda, yəni qiymətlərin artımına, tələbələrin ehtiyacının ödənilməsi ilə bağlı məsələləri təhlil edəndə belə bir məsələnin aktual olduğunu görürük. Və bununla bağlı çoxlu müraciətlər də var. Yəni məndə olan məlumata əsasən də, yəni rəsmi qurumlar da bu istiqamətdə müəyyən addımlara atırlar. Ola bilsin ki, növbəti aylarda bununla bağlı hansısa qərarın qəbul edilməsi nəzərdən keçirilsin. Əgər əvvəllər tələbələrə ödənilən aylıq təqaüd 162 manat idisə, indi həmin məbləğ artırılaraq 200 manat olub. Hazırda tələbələrin 54%-dən çoxu təqaüd alır. Bu təqaüdlərin məbləği sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılmışdı və təbii ki, ölkədə sosial sahədə aparılan islahatlara uyğun olaraq da təqaüdlərin artırılması gözlənilir. Təbii ki, bu yaxın zamanda nəzərdə tutulubdur və təbii ki, təqaüdlərin məbləğinin də təxminən 10% miqdarında artırılması gözlənilir. Çünki əvvəlki illərə biz nəzər salsaq görə bilərik ki, hər demək artım olanda təxminən əvvəlki təqaüdün 10% nisbətində artım olur. Təbii ki, artımlar hər bir təhsil pilləsində tələbələrin semestr ərzində topladığı ballara uyğun olaraq təyin edilir. Sonuncu dəfə isə tələbələrin təqaüdü 2023-cü ildə artırılıb. Adi təqaüd 100, həvəsləndirici 145, əlaçı təqaüdü isə 175 manat təşkil edir. Nilufər Səlim, Zaur Haşimov, Çinarə Vaqif, Telesəhər.